Salam. Bugün sizlərlə bir yerdə riyaziyyat 1-ci hissə səhifə 9-u edəcəyik. İndi birincidə deyək ki, abaklarda təsvir olunan ədədlər rəqəmlərlə, sözlərlə və açıq şəkildə yazın. Bunu mən dəftərimdə yazmışam. Birincidə 6402-dir. Sözlərlə 6402 açıq şəkildə isə belə göstərir. Sıfırları yazmağa ehtiyac yoxdur. Kim istərsə yazsın. 3135 açıq şəkildə isə belədir. İstərsəniz qabağında yazın. Açıq şək. Qısa şəkildə yazsın, bəsdir. 2005 bu isə açıq şəkildə. 1700 bu isə açıq şəkildədir. Misal 2-də deyir, qanuna uyğunluğu tapın və boş yerlərə uyğun ədədlər müəyyən edin. Burada 10-un artır deyə, burada 1 artır deyə mən bunu yazmışam. 3999, 4000, 4001. B bəndində 2001, 2011, 2021, burada 10-un artır 2031, 2041 və 2051 olacaq. Bu tərəfdə isə 100 artır. Deməli, burada 4704, 4804, 4904 olacaq. 3800, 4800, 5800. Burada isə 1000 artır. Ona görə burada 6800, 7800 və 8800 olacaq. İndi burada deyir, ədəd oxu üzərində nöqtələrə uyğun ədədləri tapın. Burada 600 olacaq. Nöqtənin yerinə yazırıq. Burada 600'dür. Burada özləri yazıblar. Burada 2300 olacaq. 2300. Bunu yazın. Burada 3100 olacaq. Çünki buradan bir dəfə aralıdadır. Burada 4500 olacaq. 4500. Burada 5900 olacaq. 5900. Burada 6500. 6500. Burada 7500 olacaq. 7500. Burada 8200. 8200. Burada 8000. 1, 2, 3, 4, 5, 6, 7. Bu 7-cidir. Deməli 8700 olacaq. 8700. Burada 9200 olacaq. Burada isə bu axırıncıdır. 9000. 1, 2, 3, 4, 5, 6, 7. 9700 olacaq. İndi keçək misal 4-ə. 3 rəqəmli ədədlərin pozulmuş rəqəmlərini müəyyən edin. Ən azı 3 variant söyləyin. Burada 663-dən böyükdürsə, burada 664, 74 və 84 ola bilər. Hətta burada yazın. Burada ola bilər 142. Burada da yazım. Sonra 200, 342. Burada da 200, 342. Burada belə 3 variant göstərdik. Burada da 3 variant göstərək. Bundan kiçikdirsə, burada həm 7 ola bilər, həm 6 ola bilər, həm də 5 ola bilər. Burada da 771-dən əgər kiçikdirsə, burada 671, 571 və 471 ola bilər. Burada isə bu da axırıncıdır. Burada isə 673-dən kiçikdirsə 663, 653, 643 ola bilər. İndi keçək misal 6-ya. Misal 5-ə. Ədədləri sıralayın. İndi burada artan sıra ilədir. Deməli, burada birinci 150, ikinci 205, üçüncü isə 250 olacaq.
Burada birinci 218, ikinci 423, üçüncü isə 508, dördüncü isə 550 olacaq. İndi burada da azalan sıra ilə deyir. Burada azalan sıra olsa birinci bu, ikinci bu, üçüncü isə bu olacaq. Burada da azalan sıradırsa birinci, ikinci, üçüncü və dördüncü belə olacaq. İndi keçək misal 6-ya. Boş xanalara uyğun ədədlər müəyyən edin. İndi burada 2 ədəd minlik var. 200, 2875-də. 8 ədəd yüzlük var. 7 ədəd onluq. 5 ədəd isə təklik var. Burada 6230-dur. Deməli, burada əgər 5 minlik yazıblarsa, biz də burada 1230 təklik yaza bilərik. 1230 təklik. Burada 1500, burada da yüzlük var. Bunda da yaza bilərik ki, burada da 15 yüzlük olacaq. Burada 10 millik olacaq. Burada 10 400'lük. Burada isə 12 yüzlük olacaq. 12 yüzlük olacaq. Bunu səhv yazdım. Bunu düzəldim. Misal 7-də ədədlər yuvarlaqlaşdırım var. Onluqlar qədər yuvarlaqlaşdırsaq bu 330 olacaq. Bu 990 olacaq. 4-dən yuxarı ədədlər yuvarlaqlaşanda artır. 4 və 4-dən kiçik ədədlər isə yuvarlaqlaşanda azalır. Yəni bu yuvarlaqlaşanda 4-dən yuxarı ədəd olduğu üçün artıb. İndi keçək buna. Burada 44-dür, burada 40 olacaq. 490 60 1280. Bunları da yuvarlaqlaşdıracaq. İndi məsələ 8-ə keçək. Burada deyir, turistlər qarşı sahilə keçmək istədilər. Qayıq qayıqçıdan əlavə 150 kiloqram yük götürə bilir. Yükləri ilə birlikdə ata 103 kiloqram, ana 65 kiloqram, qız 54 kiloqram, oğul isə 44 kiloqramdır. Qayıqçı onları digər sahilə 2 dəfəyə necə apara bilər? İndi burada mən yüzlüklər qədər yuvarlaqlaşdırmamışam. Bunu da yüzlüklər qədər yuvarlaqlaşdıraq. Eyni şəkildə onluqlardakı kimi eyni şəkildə yüzlüklər də azalır əgər 4-dən kiçik olsa. Amma yüzlüklər yerdə. Hələ başa salın. Burada 200, burada 900. Burada 600. Burada isə 1400. Burada da 4800 olacaq. İndi keçək məsələyə. Məsələni oxudum. Məsələni belə yazacağıq. Burada birinci qayıqçı ata ilə oğlu birlikdə aparır. Bunların cəmi 147-dir. 150-ni keçmirdə apara bilər. Ana ilə qızı isə bir yerdə aparır. Bu da 119-dur. Deməli, qayıqçı oğulla atanı bir yerdə apara bilər. Ana ilə də qızı bir yerdə apara bilər. Misalı isə belədir. 103 üstəgəl 44 bərabərdir 147. 65 üstəgəl 54 bərabərdir 119. İndi keçək bu məsələyə. Burada deyir, ədəd aparatına daxil edilən ədədin hər mərtəbə vahidinin sayı qədər kürəcik çıxır. Əvvəlcə aparata hansı ədəd daxil edilmişdi? Sonra aparata ardıcıl olaraq 7052, 4800, 9029 ədədləri də daxil edildi. Hansı rəngdə kürəcik daha çox oldu? İndi bunu belə izah edə bilərəm, belə yaza bilərəm.
Deməli dostlar, birinci sualda əvvəlcə aparata hansı ədəd daxil edilmişdi? Burada 2234 olacaq. Burada 2 dənə minlik, 2 dənə yüzlük, 3 dənə onluq və 4 dənə təklik var. Burada deyir, sonra aparata ardıcıl olaraq bu ədədləri də daxil edildi. Hansı rəngdə kürəcik daha çox oldu? Deməli, burada cəmi 22 ədəd kürəcik olacaq. Burada 22 ədəd. O birisində, yəni yüzlüklərdə bunları toplasaq cəmi 10 yüzlük edir. Burada 10 onluq edir. Burada isə baxaq 9, 2, 11 və burada isə 15 ədəd təklik edir. Burada da deyir ki, hansı rəngdə kürəcik daha çox oldu. Bunları da hesablasaq 22 daha çox oldu. Deməli, dərsimiz bu qədər idi. Sağ olun dostlar. Bir dahaki videoda görüşərik.